Bu sinifdə xüsusi təhsilə ehtiyacı olan şagirdlər həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazanaraq gələcək əmək fəaliyyətinə hazırlanırlar. Bakı şəhəri 11 nömrəli xüsusi ümumi təhsil məktəbində pilot layihə çərçivəsində ilk dəfə peşə təmayüllü sinif təşkil edilib. 2025-2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb. Sözü gedən sinifə peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb. Artıq 300-dən çox 327 məktəbimizdə peşə təmayüllü siniflər fəaliyyət göstərir. Xüsusi məktəbdə peşə təmayüllü sinif ilk olaraq yaradılıb bu məktəbdə. Bugün həm şagirdlərin fəaliyyəti ilə tanış olduq, həm də mütəxəssislərlə bir müzakirə təşkil etdik ki, peşə təmayüllü siniflərin arealını xüsusi internat məktəblərdə genişləndirmək hansı faydaları verə bilər. Peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 nəfər şagirddən ibarət 10-cu sinif üzrə komplektləşdirilib. Tədris prosesinin effektiv təşkili məqsədi ilə məktəbdə xüsusi emalatxana yaradılaraq zəruri maddi-texniki baza ilə təmin edilib. Mərhələli şəkildə, sadə və vizual şəkildə öyrədirik ki, onlar praktik dərsə keçəndə çətinlik çəkməsinlər. Əsas da tikiş avadanlıqları ilə işləyərkən təhlükəsizlik qaydalarına əməl etməklərini öyrədirik. Təbii ki, müəllim nəzarəti altında. Şagirdlər isə dərzi köməkçisi ixtisasını həvəslə öyrənirlər. Bir neçə vaxtdır buradayım. Dərzi olmaq istəyirəm. İnşallah olarım. Oradakı o paltar tikən maşınla, dərzi maşınla tikirəm, ondan sonra maşın fırlanır nəsə, tikən maşın. Pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə yönəlib. Həmçinin layihə gənclərin əmək bazarına hazırlıq prosesinin yüksəldilməsinə və gələcək peşə fəaliyyətinə daha effektiv şəkildə cəlb olunmasına xidmət edir. Röya Salmanova, Emin Tağıyev, Telesəhər.